Ermənistan hava yolları aprelin 7-sindən etibarən uçuşları müvəqqəti dayandıracağını açıqlayıb. Şirkət bu barədə Facebook səhifəsində paylaşım eləyib. Qərara səbəb kimi təyyarə meydançasının yenilənməsi göstərilir. Aprelin 6-sından sonraki tarixə bilet almış və ya bron etmiş bütün sərnişinlərin müvafiq şirkətlə əlaqə saxlamalarını xahiş edirik. Uçuşların dayandırılmasının səbəbi aviaşirkətin inkişafı üçün yeni təyyarələrin alınması və meydançanın yenilənməsidir. Sərnişinlərimizə etimada görə təşəkkür edirik. Yaxın vaxtlarda Ermənistan hava yollarına yeni və yaxşı təchiz olunmuş donanma təqdim ediləcək ki, bu da sərnişinlərimiz üçün daha rahat uçuşlar həyata keçirməyə imkan verəcək. Qeyd eləyək ki, bir müddət öncə Kaliber Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumat yaymışdı. İrəvan hökumətinin 1 aprel 13 iyun tarixləri arasında ölkədə ehtiyatlı olan hərbiçilərin toplanışının keçiriləcəyini açıqlaması isə aprel ayında eskalasiyanın baş verə biləcəyinə dair iddiaları gücləndirir.